Axşamınız xeyir, hamısı salamlıdır. İndi Zahir müəllimin haqqında işləm bilirsiniz, Osman Qırav formasında davam edir. Что можно сказать про Виктора? Очень сложная игра. После того, как Кимчи 8-0 проиграли, не так и ожидали, что они будут собраны, будут играть очень активно. И вся команда старалась. Что касается нашей команды, то начали неплохо, как будто потом почему-то спадли у нас. После того тайна начали играть чуть-чуть получше, но после года, после пропущенного года мы проиграли. Особенно последние 20-25. Наша команда проиграла здорово. И спасибо за это, я благодарю финалистам. И, пожалуйста, не забудьте, что Левчи очень хорошая команда. И то, что они 8-0 проиграли, это случайность. И я думаю, что они очень скоро будут очень хорошие. А то, что наша команда сделала, это хорошая оценка. Onun haqqında nə deyə bilərəm? Çox mürəkkəb alındı. Yəni biz bildik ki, Neftçi həmin o böyük hesablı məğlubiyyətdən sonra kupa qazanacaq və gördüyünüz kimi onlar tüm komanda ilə cəhd göstərdilər, yaşayanlar. Bizə gəldikdə isə bizim komandamız birinci hissədə nəsə bilmirəm, yəni nəsə bir geniş baş verdi. Ondan sonra isə belə deyək, biz artırmağa başladıq. Son 20-25 dəqiqədə komandamız artırmağa başladı və yaxşı oynadı və oyunu xilas elədilər. Buna görə komandaya təşəkkür edirəm. Ancaq xahiş edirəm, unutmayın ki, Neftçi yaxşı komandadır və o 8-0 məğlubiyyətini belə deyək də təsadüf saymaq olar və düşünürəm ki, onlar yaxşı oynayacaqlar qarşıdakı oyunlarda. Bizdə isə belə deyək də, A oyundan sonra yaxşı nəticə qazanır. Birinci o deyil. Bir təbrik edirəm mən münasibətində. Neftçi yaxşı oynadı. Düşünmür ki, Inter yapmışıq ola qədər. Ondan sonra yəni... Я это и сказал, что я не говорю, что нехорошо играть. Bəli, deyir, yəni elə, mən deyir, mən fasilədə deyir, uşaqlara danışdım ki, yəni siz dediyiniz İraqçı olurdu. Mən o dedim və mən demədim, birinci hissə mən demədim, yəni yaxşı oynamışıq. Başması gelir, bu eniş fayda yatırımlar deyildir, yani birinci hissələr. Ona elə gəlmir ki, rəqibi oyundan öncə analiz edəndə futbolçular hardasa düzgün rəqibi qiymətləndirmir. Məhz həmin 8-0 baş məşqinə qədər hissədə, həmin 8-0 futbolçuların hərəsinin beynində var idi. Yəni, buna yanım ki, futbolçular rahat çıxmışlar beynində ona görə. Yəni, 18-0... Несмотря на то, что, может, допустим, вы готовили команду к игре, несмотря на то, что, может, в голове оставались 8-0, они вышли на поле так расслаблены, 8-0 соперник. Наша команда? Ваша команда. То есть они знали, что это соперник, который проиграл? Как раз эту игру не разбирали. 8-0 там нечего разобрать. Мы другую разбирали. Так что... Yəni deyir, biz bu oyunu, Neftçi ilə oyunu biz araşdırmamışdıq. Çünki 8-0 belə deyək, araşdırmamışdıq. Amma yəni... 8-0 там нечего разобрать. Soğan yok, İbrahim bir de sualım vardı. Bizim sualımız Ustan Alışov və Nizami Hacıyev oyuna sonradan qoşurlar. Yəni tam hazır deyillər oynamağa. Yoxsa yəni
Hacı dedi. Ruslan bir de nizam. Ya hani bir negator. Ne hani bir negator yani adamı ceza bir dakika orta. Şans bile naşın Bəli, birinci sual oldu ki, mən ondan hazır deyillər, ona o da görə. bir tanrıyla var. Hər ikisi zədəli idi, ona görə. Yəni, bu taktika deyil, bu sadəcə ona hazır deyil, ona sonra. Как раз перед игрой Гиртема подошел и сказал, что у него надо болеть. А так Гиртема тоже не играется. Və o, dünən kira burada, bu gün səhər Qurtumov yaxınlaşıb dedi ki, əlində ağrı var, ona görə də o da skamyasını tutuyordu. Halbuki o oynamalıydı. Я не видел, надо посмотреть. Не знаю, ничего не могу сказать. Elədir, görməmişəmdir, ona da baxmaq lazımdır. Sonra elə gəlir. Emin Səfərov futbolun biraz sahibi. Fərdiz Azad oyuna qoşulandan sonra komandanın oyunda canlanma yanlardı. Təbii ki, ağıl stafiyəti Ağbalar Ramazanov və çox da istənilən halda komanda kimi. Ümumiyyətlə, növbəti oyunlarda bu cütlüklər arasında dəyişiklik etmək fikriniz yoxdur ki, yəni startda Fərdiz başlasın. Зависит, играть идет. Может и так. Yəni, bu belə deyək də, oyunun gedişatı ilə bağlıdır və ona uyğun olaraq həmin siz dediyiniz addımı atmaq olar. Məlumatı baxmayaraq baş məşq edirlər ki, Neftçi yaxşı komandadır, nəzərə alın ki, Neftçi yaxşı komandadır. Amma indi nəticələr deyir ki, 4 oynayan komandadır. Son 4 oyun məğlub olub, 15 dənə gol buraxıb. Baş məşqçinin fikrincə bu Neftçinin yaxşı olması hansı əlamətlərə, hansı keyfiyyətlərə görə Neftçinin yaxşı komanda sayılır? Yəni yox, bu iki yaxşı komanda, baxmayın ki, məğlub olub, yaxşı komandadır. Hansı keyfiyyətlər xoşuna gəlir gözləmək məşqçiniz? Dolayısıyla сказали, что не хорошая команда. Bu каким компонентом команда у вас понравилась? Не знаю, там хороший футболист. Одно могу сказать. Yəni, onu deyə bilərəm ki, Messi'nin yaxşı futbolçuları. Demək istəyirəm, Messi belə Pərdisi vəziyyətdən asılı olaraq meydana salırdı. Düşünərək ki, Pərdisən xilas edici gözü ilə baxsın ki, ilk oyunda da, ilk turda da Qarabağın hesabda yer düşəndən sonra Pərdisi saldı və xeyirləyən bir komandaya. Так и есть. С Карабахом тоже хорошо вышли. Мы хотели его выпустить с этим Сугаитом тоже, но там очень не смогли его выпустить. Нормально, когда выходит, хорошо работает, хорошо играет. Подумаем об этом обязательно. Yəni, siz düz deyirsiniz, yəni həqiqətən də bir çox oyunlarda xilas edici qollar olur falan, amma onun oyuna buraxılması, yəni ilk olaraq da, yəni 2000-ci tayında əsas yerdə buraxılması bu ailədə düşünmək olar. Hələ ki, Rauf'un ikinci gol turu biraz uzun çəkdi, onunla bağlı şərh vermək istəyərdim. Orada zədə almışdı, yoxsa başqa bir anlat vardı, bu haqda ona söhbət edilmir. Rauf'un ikinci Gol gol turu sevinci uzun üzrə çəkdi. mərkəzdə zaman qaldı. Не исключено.
pozdravляли, yani. Yəni yox, məsələ yox, sadəcə uzun müddətli üzərini təbrik elədik. Evet, Rauf Əliyev uzun müddətli qol vura bilirdi və qol vurandan sonra yəni çılğınlığı ilə yerə qaldı. Ümumiyyətlə qələbəyə daha çox sevinir, yoxsa Raufun dumbuğuna və özünə gəlməsinə görə? Футболиста поддержать, когда он почувствует эту поддержку rana ya da uzardı. Her şey düşünüyoruz. Biz de bilirdik ki, Raufda alınmır uzun müddətdir, yəni alınmır olmalı. Amma biz gələk bunu dəstəkləyək. Yəni biz inanırdıq ki, onu çox dəstəkləsək, o özünə gələcək və yəni özünü göstərəcək. Yəni futbolçuya dəstək, bizə yəni ona çox dəstəyi göstərdik və görürük ki,